SolidWorks dərsinə xoş gəlmisiniz. Proqram salamlama pəncərəsi ilə açılır. Hələlik bu pəncərəni bağlayıb əvvəlcə digər komandalarla ümumi tanış olaq. Oxun üzərində mausun sol düyməsinə bir dəfə toxunaraq menyulara keçid edə bilərsiniz. Menyuların sabit qalması üçün sancaq işarəsinin üzərində mausun sol düyməsinə bir dəfə toxunmaq kifayətdir. Burada menyular bölməsi, standart alətlər paneli, axtarış bölməsi, standart komandalar və tapşırıq paneli mövcuddur. SolidWorks-ün salamlama pəncərəsi. Bu pəncərəni klaviaturadan Ctrl plus F2 düyməsi ilə də açmaq olur. Yeni sənəd yaratmaq üçün komanda. Bu komandanı klaviaturadan Ctrl plus N düyməsi ilə də icra etmək olur. Aç komandası əvvəlcədən yadda saxlanılan sənədi açmaq üçündür. Bu komandanı klaviaturadan Ctrl plus O düyməsi ilə də icra etmək olur. Yadda saxla komandası cari sənədi müəyyən etdiyimiz yerdə saxlamaq üçündür. Bu komandanı klaviaturadan Ctrl plus C düyməsi ilə də icra etmək olur. Çap et komandası sənədi çap etmək üçündür. Bu komandanı klaviaturadan Ctrl plus P düyməsi ilə də icra etmək olur. Geri komandası ən son görülən əməliyyatdan əvvəlki əməliyyatlara qayıtmaq üçündür. Bu komandanı klaviaturadan Alt plus və Ctrl plus Z düyməsi ilə də icra etmək olur. İrəli komandası əvvəlki əməliyyatdan sonraki əməliyyata qayıtmaq üçündür. Komanda geri komandası istifadə olunduğu zaman aktiv olur. Bu komandanı klaviaturadan Ctrl plus Y düyməsi ilə də icra etmək olur. Seçmək komandası model və ya elementi seçmək üçün istifadə olunur. Birdən çox model və ya element seçmək üçün klaviaturadan Ctrl düyməsinə toxunub saxlayın. Komandada olmadığınız zaman seçmə standart rejimdə olur. Bərpa etmək komandası model üzərində ən son edilmiş dəyişiklikdən sonra detalı yeniləyir. Bu komandanı klaviaturadan Ctrl plus B düyməsi ilə də icra etmək olur. Fayl xüsusiyyətləri komandasında siz standart məlumatları dəyişdirə bilərsiniz. Sənəd haqqında xüsusi məlumatlar və ya modelin konfiqurasiyası haqqında məlumatlar əlavə edə bilərsiniz. Seçimlər komandasında siz bütün sənədlərə təsir edən sistem seçimlərini və ya yalnız cari sənədə aid olan sənəd xüsusiyyətlərini fərqləşdirə bilərsiniz. Axtarış bölməsində komanda, sənəd və modellərin axtarışını edə bilərsiniz. Buradan SolidWorks hesabına daxil ola bilərsiniz. Kömək komandasında proqramla bağlı məlumatlar əldə edə bilərsiniz. Proqram pəncərəsini minimuma endirən, maksimuma çatdıran, qeyd etdiyiniz ölçüdə göstərə və ya bağlaya bilərsiniz. Tapşırıqlar panelində proqramın imkanları komandası, standart detallar komandası, yadda saxlanılan sənədi açmaq komandası, çertyoş görünüşləri komandası, detalın xarici görünüşü, materialı və etiketlər komandası və xüsusiyyətlər komandası mövcuddur. Burada SolidWorks-ün tələblərinə uyğun olaraq qrafik kartla bağlı məlumatla tanış ola bilərsiniz. Bu bölmədə isə etiket pəncərəsini göstərmək və ya gizlətmək olur. Bununla SolidWorks-da ilk dərsimiz yekunlaşır.